Salam uşaqlar, gəlin bugün həndəsənin əsas anlayışları bölməsinə baxaq və biliklərimizi möhkəmləndirək. Deməli uşaqlar, həndəsə, yəni daha doğrusu bu bölmədə biz öyrənəcəyik ki, həndəsə iki hissədən ibarət: planimetriya və stereometriyadan. Bizə amma hal-hazırda lazım olan planimetriyadır. Biz müstəvi fiqurları öyrənirik. Müstəvi fiqurlarda nədir uşaqlar? Təbii ki də dəftərdə çəkə bildiyimiz fiqurlar. Dəftərdə hal-hazırda sizin üçün dəftər və yaxud da ki lövhə və yaxud da ki hal-hazırda işlədiyim bu planşet mənim müstəvim adlanır. Tamam mı uşaqlar? İndi uşaqlar, gəlin baxaq görək həndəsənin əsas anlayışlarında nələr var. Bu arada həndəsənin əsas anlayışları müəllimə bizə harda lazım olacaq, nəyə görə lazımdır, daha doğrusu sual versəz. Uşaqlar, biz hər hansısa bir fiquru çəksək, bunu çəkmək üçün lazım olan şeylərin hər biri həndəsənin əsas anlayışlarında cəmlənib və biz onlardan istifadə edib hər hansısa bir fiquru 3 bucaq, 4 bucaq və s. və ilaxır çəkirik. Tamam mı? İndi gəlin həndəsənin əsas anlayışlarındakı anlayışlarından tanış olaq. Bunlardan nöqtə, düz xət, müstəvi, müstəvinin zaten dedik nə olduğunu uşaqlar. Yarım düz xət, buna heç vaxt yarım düz xət demək olar ki, demirik. Şua deyirik, parça və bucaq. Gəlin bunlardan tanış olaq. Nöqtənin heç bir xüsusi özəlliyi yoxdur uşaqlar, sadəcə olaraq nöqtədir və əlifbanın başı yox, böyük hərfləri ilə işarə olunur. Məsəl üçün, mən də bura bir nöqtə qoyub onu D ilə adlandıra bilərəm. Siz də həmçinin istədiyiniz kimi, amma yalnız və yalnız böyük hərflərlə işarələməyiniz doğru olacaq. Düz xət nədir uşaqlar? Nə başlanğıcı var, nə sonu var. Buradakı qaydanı da təbii ki öyrənə bilərsiniz, amma yenə də mən sizə qısa və öz qaydanı deyim ki, düz xəttin nə başlanğıcı, nə də sonu var. Sonra müstəvinin nə olduğunu dedik uşaqlar. Burada müstəvini sizin üçün təsvir ediblər. Biz bundan gələcəkdə, yəni ikinci hissədə müstəvi üzərində düz xətlər və s. və axırda keçəcəyik. Məsəl üçün, burada müstəviyə aid olmayan bir nöqtədən müstəviyə endirilmiş məsafə, hündürlük və s. və axır bunları deyəcəklər və biz buna ikinci hissədə baxacağıq. Siz hal-hazırda müstəvini gözünüzün qabağında bir dəftər olaraq fərz eləsəz, təsəvvür eləsəz ki, zaten dəftər müstəvidir, hər şey qaydasında olacaq. Şua nədir uşaqlar? Şuanın başlanğıcı var, sonu yoxdur. Və yaxud da ki, bir tərəfdən məhdud olan düz xət hissəsinə şua da deyə bilərsiniz. Sizə hansı daha yaxşı və hansı daha normal gəlirsə, onu ifadə edə bilərsiniz. Əsas olaraq şuanın nə olduğunu bilsəz, kifayət eləyəcək bizə. AB şuasını görürsünüz hal-hazırda uşaqlar. Niyə AB şuası adlandırdım? Çünki A və B nöqtələrini zaten nöqtəsini görməsək belə, mən qoydum, AB nöqtələrini görürük və bu şuanın görürsünüz sonu yoxdur. Buradan uzana gedir. Ona görə də buna AB şuası deyəcəyik. Sonra uşaqlar, burada var parça. Bu düsturlar nədir deyə sorsanız, indi birazdan sizə izah edəcəm. Parçanın nə olduğuna baxaq uşaqlar. Parça həm başlanğıcı var, həm də sonu var. Qısası uşaqlar hər iki tərəfdən məhdud. Məhdud bilirsiniz də nədir? Yəni buna bir son vermişəm də, bunun bir sonu var. Məhdudlaşdırmışam bunu. Bax belə bir şey. Sonra uşaqlar, bucaq da dedi ki, deyəcəyik ki, daha doğrusu nöqtə və bu nöqtədən çıxan iki müxtəlif şua. İti bucaq və s. və ilaxır bucaqlardan danışacaq. Uşaqlar, sadəcə olaraq göstərmək istəyirəm. Nöqtə və bundan çıxan görürsünüz bir şua, bu da iki şua. Sizə iti bucaq yaradacaq, kör bucaq yaradacaq, düz bucaq, açıq bucaq və s. və ilaxır. Hamısını bunlar yaradacaq. Deməli, indi keçək bu düsturlara ki, müəllimə, bunlar nədir axı? Bunlara baxmaq təbii ki də sizə qalıb, istəsiz baxa bilərsiniz. Amma burada en sayıdığım şuaların sayı endir. Burada mənim razı olmadığım bir şey var. Bunlardan razı deyiləm. Hər neysə uşaqlar, siz bu tərəfə o qədər də baxmayın, mən tərəfə baxın. Yəni bu tərəfə. Deməli uşaqlar, mən sizə nöqtə sayını istədiyim qədər verə bilərəm və yaxud da ki A, B, C, D, Y nöqtələri olaraq verə bilərəm. Siz sayacaqsınız ki 1, 2, 3, 4, 5 dənə nöqtəm var. İndi nöqtə sayı verilərsə mən gəlin nöqtə sayını NS-lə işarə edeyim. Yəni nöqtə sayı, indeksdəki S sayı deməkdir. Bu isə nöqtə sayı. Nöqtə sayı verilərsə mən şua sayını necə tapıram? Şua sayını da uşaqlar Ş ilə ifadə edirəm. İstədiyiniz kimi işarə edə bilərsinizsə, heç kim heç nə demir sizə. Sadəcə olaraq siz başa düşəsiniz deyə Ş ilə işarə edirəm ki, yəni şua sayı deməkdir bu. Şua sayı bərabərdir uşaqlar 2N-ə. Yəni 2N yazmayaq artıq burada nöqtə sayına. 2 vurulsun nöqtə sayı. İndi bu şuaya aid, nöqtəyə aid, hamısına aid nümunələr verəcəm, misal yazacağım, narahat olmayın. Sadəcə olaraq bilin ki, şua sayını tapanda nöqtə sayını 2-yə nə etməliyəm? Vurmalıyam. Vəssalam. İndi keçək parça sayına. Parça sayı da uşaqlar nöqtə sayından asılıdır, belə deyək. Nöqtə sayından alınır. Nöqtə sayı vur, nöqtə sayı
çıx 1 böl 2 düsturu ilə hesablanır. Tamam uşaqlar? Yəni nöqtə sayı sizə neçə verilsə, siz onu götürüb hesablayacaqsınız. Sonra isə bucaq sayı. B-sı bucaq sayı. Bucaq sayı isə uşaqlar nöqtədən asılı deyil. Bucaq sayı artıq asılıdır şuadan. Nəyə görə? Biz dedik axı, nöqtədən çıxan iki müxtəlif şuadan ibarətdir. Bucaq şuadan ibarətdir. Ona görə də şuadan asılı vəziyyətdə yazacağıq bunun düsturunu. Şua sayı vur, şua sayı çıx 1 böl 2. Yəni uşaqlar, əgər bizə nöqtə sayı verilsə, biz nöqtə sayından şuanı, şuadan sonra bucaq sayını nə etməliyik? Tapmalıyıq. Aydındırmı? Gəlin buna aid nümunə verim. Bunu belə götürüb özünüzə yaza bilərsiniz və yaxud da ki, dərsdə də demişik, yaza bilərsiniz özünüz. Yazmısınız yəqin ki, daha doğrusu. Gəlin belə bir nümunə verək. Məsəl üçün, mən sizə deyirəm ki, sizə A, B, C, D, Y, F nöqtələri vermişəm. Siz də sayırsınız ki, nöqtə sayım neçə dənədir? 1, 2, 3, 4, 5, 6 dənə. Nöqtə sayı 6 dənədir. Əla. Gəlin biz indi sizlə bir yerdə şua sayını tapaq. Şua sayı dedik 2 vurulsun nöqtə sayıdır. Yəni 2 vurulsun 6. Nöqtə sayı 6 dənədir. 2 vur 6 eləyəcək 12. İndi gəlin parça sayı tapaq. Parça sayı bərabər nöqtə sayı. Nöqtə sayı vur nöqtə sayı çıx 1 böl 2. Yəni nöqtə sayım 6-dır. 6 vurulsun 6 çıx 1 böl 2. 6 vur 5 böl 2. O da eləyəcək 15. Deməli 15 dənə parçamız var. İndi isə gəlin bucaq sayına tapaq. Bucaq sayı isə uşaqlar artıq nöqtə sayından asılı olmayacaq. Gələcək biz bucaq sayı üçün 12-dən istifadə etmək, yəni şua sayından istifadə etmək. Bucaq sayı bərabərdir. Şua sayı, yenidən bir xatırlayaq. Şua sayı vur, şua sayı çıx 1 böl 2. Şua sayı vur, şua sayı çıx 1 böl 2. 12 vur 11 böl 2. Bundan bu gedəcək 6 və qalacaq 66. Deməli uşaqlar 6 dənə nöqtə verirlərsə sizə, həmin bu 6 dənə nöqtədən 12 dənə şua alınacaq, 15 dənə parça və alınan şualardan da 66 dənə bucaq alınacaq. Tamam uşaqlar, mən düşünürəm ki, burada artıq hər şey aydın oldu. Bir dənə burada yadda saxlayın ki, uşaqlar, şua ilə düz xəttin tapılması eyni şeydir. Məsəl üçün sizə topluluqda belə bir sual var idi, səhv eləmirəmsə, nöqtə sayı verilib, düz xəttin sayını istəyir. Orada 2-yə vuracaqsınız. Bir dəqiqə onu görüm, tapa bilirəm sizi. Əyani şəkildə göstərir. Aha uşaqlar, baxın bu misal deyildim sizə. Bu düz xətlərin sayını sizə 2 veribsə, şuaların sayı da elə bir düz xətt sayı nöqtə sayı kimi qəbul olunur da, belə deyək. Şuaların sayını da artıq nə ilə tapacaqsınız? 2 ilə, yəni 2 düz xətlə. Bu da olacaq 4. Burada da 5 dənə düz xət verilibsə, burada da 10 dənə şuanız olacaq. Tamam mı uşaqlar? Ümid edirəm ki, izah edə bildim. Yəni düz xətlərin sayı ilə şua sayını tapanda 2 ilə yenidən tapırsınız. Sanki nöqtədən istifadə eləyirmiş kimi. Tamam mı? Və yaxud da ki, hədə şua sayını tapanda uşaqlar necə ki 2 vur n nöqtə sayı yazırdıq, eləcə də düz xət sayı ilə tapa bilərik. Tamam mı uşaqlar? N nöqtə sayı ilə düz xət sayı eyni şeyə gəlib çıxır. Ümid edirəm ki, aydın oldu. Getdi. Deməli uşaqlar, indi davam edək nə ilə? Bucaqlarla. Hansı bucaqları tanıyırıq? Biz çox gözəl tanıyırıq. İti bucağı. İti bucağı uşaqlar alfa 90 dərəcədən kiçik, 0-dan isə böyük. Yəni belə deyək, ən kiçik iti bucaq 1 dərəcəli iti bucaqdır. Ən kiçik iti bucaq isə 89 dərəcəli iti bucaqdır. Artıq 90 dərəcəyə gələndə biz bura 90 dərəcə düz bucaq deyəcəyik. Düz bucağın isə uşaqlar, baxın burada alfanın yazılması əsasən bizdə qəbul olunmazdır. Ən azından mən qəbul eləmirəm. Çünki uşaq burada bu kvadratı görən kimi bilməlidir ki, bu neçə dərəcədir? 90 dərəcə. Yoxsa bunu yazıb bura bir də 90 dərəcə yazmaq. Yəni mən qəbul eləməyəcəm uşaqlar bunu. İndən deyim sizə. Siz burada bu kvadratı görən kimi bilməlisiniz ki, burada perpendikulyarlıq, yəni 90 dərəcəlik var. Aha. İki düz xəttin uşaqlar perpendikulyarlıq nədir deyə soruşsaz, indi gələcəkdə qabaqda baxacağıq nədir paralellik və perpendikulyarlıq. Kör bucaq nədir uşaqlar? Kör bucaq 90 dərəcədən böyük, 180 dərəcədən kiçik, 90 dərəcədən böyük. Belə deyək, ən kiçik kör bucaq, belə deyək, 91 dərəcədir, ən kiçik kör bucaq 91 dərəcədir uşaqlar. Ən böyük kör bucaq isə 179 dərəcədir. Deyəsən yanlış bir şey dedim orada. Hər nəysə onu düzəldək. 90 dərəcədən böyük 180-dən kiçik kör bucaqlarımız var. Yəni çoxdur kör bucaqlar, amma ən kiçik kör bucaq 91 dərəcədir, ən böyüyü isə 179 dərəcədir. Açıq bucaq uşaqlar, açıq bucağın bunların baxın, açıq bucağın əslində təpə nöqtəsi var burada. Açıq bucağın təpə nöqtəsi var uşaqlar. Açıq bucağın özü 180 dərəcədir.
Açıq bucaqdan bilirsiniz də uşaqlar, qonşu bucaqlar və s. və ilaxır. Hər şey açıq bucağın üzərində. Demək olar ki, çox şey 180 dərəcənin üzərində qurulmuşdur. Tam bucaq uşaqlar, tam bir dövr. Tam bir dövr. Bu görünmür, başqa rəng götürüm. Tam bir dövr eləyir və 360 dərəcəyə tamamlanır. Tamam, bir də uşaqlar bizim tamamlayıcı bucağımız var. Bu da burada var. Bundan da danışaq, sonradan qonşu bucaqlardan danışaq. Tamamlayıcı bucaqlar nədir uşaqlar? Hər hansısa bir iti bucağı düz bucağa tamamlayan bucaqdır. Məsələn, tamamlayıcı bucaq, burada nümunə göstərilməyib, amma sizə göstərim. Məsələn, 30 dərəcəli bucağın tamamlayıcı bucağını soruşsa sizdən tamamlayıcı. O zaman siz nə edəcəksiniz? 90-dan 30-u çıxacaqsınız və eləyəcək neçə dərəcə? 60 dərəcə. Deməli, 30 dərəcəli bucağı 90-a tamamlayan bucaq 60 dərəcəli bucaqdır. Tamam mı? Burada zaten qeydlər var ki, tamamlayıcı bucaqların cəmi 90 dərəcədir. Və tamamlayıcı bucaqların təmirləri arasında qalan bucaq 45 dərəcə. Bunu zaten özünüzdə uşaqlar bunu 45 dərəcəni, tamamlayıcı bucağı, yəni 90 dərəcəni istənilən iki yerə ayırıb, bunların təmirləri arasındakı bucağı tapsaz, belə tapacaqsınız. Yəni, əmin ola bilərsiniz. İndi də qaydaq bura. Burada biz bəhs eləyəcəyik qonşu bucaqlardan. Qonşu bucaqlar uşaqlar, qonşu bucaqların cəmi 180 dərəcədir. Bunu artıq demək olar həmişə eşitmişik. Qonşu bucaqların cəmi 180 dərəcədir. Qonşu bucaqların təmirləri arasından qalan bucaq 90 dərəcədir. Desəniz ki, müəllimə təmirləri arasından qalan bucağı bir dənə bizim üçün ifadə edin. Gəlin onu elə bundan ifadə edin. Baxın uşaqlar, bunun təmirlərini belə çəkəcəm. Yəni bunu iki hissəyə böldüm. Bunu da təmbölənini belə çəkəcəm. Yox, biraz pis çəkdim. Baxın, belə. Təxmini yaxşı çəkdim. Bunu da iki hissəyə böldüm. İndi uşaqlar, bunlar arasında qalan bucağa baxın. Şəkildə nə qədər bilinməsə də həmişə, hər zaman qonşu bucaqların təmbölənləri arasında qalan bucaq 90 dərəcə olacaq. Bunu bir qayda olaraq ümumiyyətlə yaddaşınıza yazın da, yəni. Qonşu bucaqlara aid nümunələr işləyək gəlin uşaqlar. Qonşu bucaqlara aid ən çox uşaqların çaşdırdığı nümunələr hansıdır? Qonşu bucaqların fərqi filan şeydir. Qonşu bucaqları tapın. Bu bucaqları tapın kimi nümunələrdir. Gəlin onlara baxaq. Deyir ki, uşaqlar qonşu bucaqların fərqi bucaqlar. Mən normal yazmıram uşaqlar, amma deyirəm, dediyimi başa düşünün. Yəni qonşu bucaqların fərqi məsələn neçədə 40 dərəcədir. Bu bucaqları tap. Neysə də, mən artıq bunu dedim. Bu bucaqları tapaq. Gəlin tapaq uşaqlar. Siz bilirsiniz ki, qonşu bucaqların fərqi 40-dır. Siz bunu necə ifadə edəcəksiniz? Alfa çıx beta bərabərdir 40-a. Uşaqlar, alfa betanı sevməyənlər AB ilə işarə eləyə bilər, narahat olmayın. Biz də bilirik ki, qonşu bucaqlardan söhbət gedirsə, bunların cəmi neçə dərəcədə? 180. Aşağısına da yazırsınız, alfa üstə gəlib beta bərabərdir 180. Deməli, fərqinin 40 olduğunu o verib. Yəni şərt verib. Cəmi 180 olduğunu isə biz bilirik. Gəlin indi buradan qəşəng bir dənə sistem tənliyalaq. Tərəf-tərəfə toplasaq alfa üstə gəl alfa 2 alfa. Mənfi beta ilə betanı toplayanda bunlar gedir 0-a, islah gedir. 40-ın üstündə də 180 gələndə eləyir 220. Alfanı tapanda 110 eləyir. Uşaqlar, indi alfa 110-dursa betanı tapanda bunlar qonşu bucaqlardır. Cəmi 180 eləməlidir axı. Beta da avtomatik neçə olacaq? 70. Və yaxud da ki, bunu tapmaq istəsəz, müəllimə açıq şəkildə yazın. 180 çıx 110 bərabərdir 70 dərəcə. Məsələn, siz artıq bucaqları tapdınız ki, nədir, nə deyil. Və yaxud da ki, gəlin elə topludan suallara baxaq, ən salam. Uşaqlar, məsəl üçün, burada deyir ki, qonşu bucaqlardan biri digərindən 9 dəfə böyükdür. Tamam, biri deməli x-dırsa, digəri 9x-dir. Biz də bilirik ki, qonşu bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Və salam, həll edirsiniz ki, 10x bərabərdir 180, x bərabərdir 18. 18. X tapdınız 18, bizdən nə istəyir? Bu bucaqları tapın sadəcə. 18 olan zaten bir variant var uşaqlar, o da D variantıdır. Amma təbii ki də siz bunun açıqlamasını istəyəcəksiniz. Mən bilirəm bunu. Siz onda x tapmısınız 18, 180-dən də 18 çıxıb 162, yəni digər bucağı tapacaqsınız. Sizin qonşu bucaqlarınızın biri 18, digəri isə 162 dərəcədir. Sonra bunlara aid yazdıq uşaqlar. Mən fərqi 40 olanı yazdım. Bunlar da fərqi 50 olanı yazıb. Sonra bu kimi suallar görə bilərsiniz uşaqlar. 5-dəki kimi. Baxın 5-dəki kimi. Bizə deyir ki, alfa üstə gəlib qamma bərabərdir betaya. Siz buradan nəyi bilirsiniz uşaqlar? Baxan kimi bilirsiniz ki, bunlar bir düz xətt üzərindədir və bunların üçünün də cəmi neçə dərəcə olacaq? Daha doğrusu üçünün cəmi neçə dərəcə olacaq? 180 dərəcə. Alfa, beta
Qammanın cəmi 180 dərəcədir. Qammanı uşaqlar yaza bilməsəz, elə kitabdakı kimi belə də qoyun. Və yaxud belə yazan da var ümumiyyətlə. Sadəcə olaraq biz belə öyrəşmişik. 180 dərəcədir. İndi bizə şərt verib ki, alfa üstəgəl qamma betaya bərabərdir. Uşaqlar, mən də alfa üstəgəl qammanın yerinə bir dənə beta qoya bilərəm də. Beta üstəgəl beta. Baxın, bu. Bir dəqiqə. Bu beta olsun, yəni qalan beta. Bu ikisini də bir yerdə birləşdirib nə edim? Beta yazdım. Çünki mənə şərtdə verib ki, alfa üstəgəl qamma betaya bərabərdir. O da bərabərdir 180-ə. 2 beta 180-dir. Beta 90-dır. Beta 90-dırsa uşaqlar, beta istəyir. Qutardı getdi. Beta 90-dır. Və salam. Bu qədər sadə. Digərləri artıq qarşılıqlı bucaqlara baxır. Qarşılıqlı bucaqlara da bir baxaq. Görək nədir qarşılıqlı bucaqlar. Deməli uşaqlar, qarşılıqlı bucaqlar daha doğrusu 2 dənə düz xəttin uşaqlar kəsişməsindən alınır mütləq. Tamam mı? Qarşılıqlı bucaqlar uşaqlar bir-birinə bərabər olurlar. Həmişə. Baxın, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Buradakı alfa ilə beta bir-birinə bərabərdir. Qamma ilə isə fi bucaqları bir-birinə bərabər olacaq. Bura 1, 2, 3, 4-cü bucaqları da qoya bilərsiniz. 1 ilə 3 bir-birinə bərabərdir, 4 ilə də 2. Qarşı-qarşıya baxdıqlarına görə. Amma bunların 4-ünün cəmi uşaqlar hamısının cəmi 180 dərəcə, üzr istəyirəm, 360 dərəcə olacaq. 4-ünün də cəmi. Baxın, hamısı. Kruqova gedir axı. Yəni, buradakı tam bucağa baxın, hamısı tamamlanıb deyə 360 dərəcə. Burada da mən buradan başlayıb bu tərəfə doğru getsəm, tam bucağı alıram, o da 360 dərəcə olur. Bəs müəllimə 180 nə idi? Arada bir dediniz, çaşdıq. 180 dərəcəni nəyə görə dedim uşaqlar? Mən burada sizə demək istəyirəm ki, baxın, burada da qonşu bucaqlar yaranır. Fikir verin. Bu bir düz xətdir. Doğrudurmu? Düz xətt üzərində 2 dənə bucaq verilib yuxarıda. Qamma ilə beta bucağı. Burada qamma ilə beta bucaqları bir-birinə nə olacaq uşaqlar? Qonşu bucaqlar. O zaman qamma ilə betanın cəmi neçə dərəcə olacaq? 180. Həmçinin bu birisi tərəfdən də alfa ilə fi bucaqları necə bucaqlar olacaq? Alfa, fi bucağı. Alfa ilə fi bucağı yəni qonşu bucaqlardır. Onların da cəmi neçə dərəcə olacaq? 180 dərəcə. Sonra bir şey qalmadı. İndi desəz ki, müəllimə, bunlar mənə necə bir kömək eləyəcək? Belə ki, uşaqlar, mən tutaq ki, sizə qamma bucağına 150 dərəcə demişəm. 150 dərəcə. O zaman siz deyəcəksiniz ki, avtomatik fi bucağı da 150-dir. Yaxşı, bəs beta ilə alfanı kim tapacaq? Necə tapacaq? Təbii ki də siz tapacaqsınız. Hansı üsulla? 180 dərəcə ilə. Bunları toplayıb 360-dan çıxıb təzən 2-yə bölməkdənsə uşaqlar, ki bəzi uşaqlar elə edir. 180-dən 150-ni çıxın, onsuz da beta bunun qonşu bucağı deyil. Həmçinin uşaqlar, beta buradan da qonşudur. Ya, xahiş edirəm bunu bir şey eləyin. Yəni mən bayaqları sadəcə qamma ilə betanın qonşu dedim. Amma bu tərəfdən baxın, buradan düz xətt çəksək, buradan da fi ilə beta bir-birinə nə düşür? Qonşu düşür. Yəni, hər iki tərəfdən 150-nin qonşusu həm betadır, həm alfadır. Betanın qonşusu həm qammadır, həm fidir. Tamam mı? Hər iki tərəfdən siz bunlara baxmalısınız. Deməli, 150 dərəcədir. O zaman beta bucağı olur 30 dərəcə. Betanın qarşısında alfa var. Alfa da olacaq yenə 30 dərəcə. Tamam mı uşaqlar? Qarşı-qarşıya baxırlar deyə bunlar bir-birinə bərabər olacaq. Sonra bizə deyir ki, uşaqlar, qarşılıqlı bucaqların tənbirləri arasında qalan bucaq 180 dərəcədir. Bunu da gəlin bir təsdiqini tapacaq şəkildə ifadə edək. Baxın, mən bu bucağın tənbirlərini çəkirəm. Həmçinin bu bucağın da tənbirlərini çəkirəm. Alfa ilə betanın tənbirlərini çəkdim. Fikir verin, bunlar arasında qalan bucaq neçə dərəcə olacaq? Kimə oxşayır bu? Açıq bucağa. Açıq bucaq da təbii ki, neçə dərəcədir? 180 dərəcə. Deməli, bu da belə. Düşünürəm ki, çətin bir şey yoxdur. Gəlin indi bura misallar işləyək. Misallar belə ki, baxın uşaqlar, burada sizə deyir ki, 1, 4 və 2 bucaqlarının cəmi 300 dərəcədir. 1, 4 və 2. Baxın, buradan bura. Kim qalıb ortada? Üçüncü. Üçüncü bucağı biz tapmaq üçün, bucağı 3-ü tapmaq üçün biz dedik ki, bunların full hamısı 360 dərəcədir. 360-dan çıxacam neçəni? 300. O da eləyəcək 60 dərəcə. Və salam, qutardı getdi. Elə misalın öz üzərində işlədim ki, rahat-rahat görəsiniz. Sonra uşaqlar, həmçinin burada 4-cü bucağı tapmaq üçün biz 360-dan 3 dənə bucağın cəmini, yəni 250-ni çıxacaq, 110 dərəcə eləyəcək. Deməli uşaqlar, 4-cü bucaq 110-dursa, ikinci bucaq da 110-dur. O zaman birinci bucaq 70 olacaq, 180-dən çıxdım. Üçüncü bucaqda nə olacaq? 70 olacaq, çünki 1 ilə 3 qarşılıqlıdır. Bu da belə. Görək başqa nə var?
Məsələn, bu misalı tapaq uşaqlar. Bura deyir 30 dərəcədir. Bura 30-da bunun alfa, yəni qonşusu 150 dərəcədir. Bura 150-dirsə M bu tərəfdə 150 dərəcədir. Bura 30-da bunun qarşısı da 30 dərəcədir. Bütün bucaqları tapdıq. Bizə deyir alfa çıx bettanı tap. 150-dən də 30 çıxacaq, eləyəcək 120. Məsələn. Yəni bu belə deyək, qonşu bucaqları və qarşılıqlı bucaqları bir-birinə inteqrasiya eləməyi bacarmaq lazımdır. Mənim bir neçə istədiyim misal var idi. Deyəsən tapa bilməyəcəm. Yox, tapa bilmirəm. Tapdım. Amma burada biraz asan variantını tapdım. Uşaqlar 1 ilə 3-ün cəmi 280-dir. 1 ilə 3-ün cəmi 280-dir. Əgər bunlar qonşu bucaqlar, yəni ki 2 ilə 3 olsaydı, bunların cəmi avtomatik 180 dərəcə olmağa məhkum idi. Əgər 2 dənə bucağın cəmi qarşılıqlı bucaqlardan söhbət gedirsə, ümumiyyətlə sizə desək ki 2 dənə bucağın, 2 kəsişən düz xəttin əmələ gətirdiyi 2 bucağın cəmi, bax orada artıq biləcəksiniz ki bu qonşudur yoxsa qonşu deyil. İndi ondan ətraflı danışacağım. Deməli uşaqlar 1 ilə 3-ün cəmini 280 verib. Siz 280-i 2 yerə böləcəksiniz, 140 bura, 140 bura düşəcək. Tamam mı? Bucaq 2-ni tapanda da 180-dən 140 çıxacaqsınız, qalacaq 40. Həmçinin bucaq 4-də olacaq 40 dərəcə. Bu asan versiyadır. Görün burada varsa uşaqlar, tapdım, möhtəşəm. Deməli uşaqlar 21-ci sual deyir, 2 düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi 40-dır. Mən fikirləşirəm ki, əgər bunlar qonşu bucaq olsaydılar, baxın 2 dənə düz xət kəsişdirirəm. Doğrudurmu? Əgər bunlar qonşu bucaq olsaydılar, bunların cəmi 180 olardı. Amma bunların cəmi 40-dır. Deməli, bunlar qonşu bucaqlar deyil. Əksinə, necə bucaqlardır? Qarşılıqlı bucaqlardır. İstənilən qarşılıqlı bucaq çəkə bilərsə, istəsəz bunları çəkin, fərqi yoxdur. 40, əgər ikisinin cəmi 40-dırsa, bunlara neçə düşübmüş? 20-20 düşübmüş. O zaman bunların qonşuları nə olacaq? 160 bura, 160 bura. Amma görək bizdən nə istəyir? Bu bucaqları tapın. Bu bucaqlar hansıdır uşaqlar? 20-20 bucaqlarıdır. Heç bunlara 160-ları tapmağa ehtiyac yox imiş. Deməli, biz nə bildik uşaqlar? Əgər 2 düz xət kəsişibsə, alınan bucaqların cəmi 40-dırsa və yaxud da ki 70-dirsə və yaxud da ki 100-dürsə, bunlar deməli qonşu bucaqlar deyil. Nə vaxt qonşu bucaq olur? Bunların cəmi 180 dərəcə olsa. Tamam mı? Bunlar da belə. Düşünürəm ki, hər hansısa bir şey qalmadı. Amma məsəl üçün 26-cı suala da baxaq uşaqlar. Deyir ki, 2 düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçikdir. Biri o birindən fərqlidirsə uşaqlar, deməli artıq bunları qonşu olaraq qoyacaq. Qarşılıqlı olaraq qoya bilməli. Qarşılıqlı olsa zaten bir-birinə bərabər olardı da, deyilmi? İndi deyir ki, biri o birindən 20 dərəcə kiçikdir. Deməli mən bir bucağa x qoysam, digər bucaq x çıxılsın 20 olacaq. Tamam mı? Və yaxud da ki, buna x üstə gəl 20 də verə bilərsiniz uşaqlar. Çünki bizə deyək, baxın uşaqlar, buna x olsa, x qoysaq, buna x çıx 20, yəni 20 dərəcə kiçikdir deyirik, düzdürmü? Amma mən buna x qoyub, buna x plus 20 də qoya bilərəm. Bu dəfə isə bu, üzrdən, bundan 20 dərəcə nə olacaq? Kiçik olacaq. Qısası, xülasə, eyni şeylərdir. İstəyirsiniz çıx qoyun, istəyirsiniz plus qoyun, eyni cavablara gəlib çıxacaqsınız. Yaxşı mı uşaqlar? Evet. Bu da belə. Bu da belə. Sonra uşaqlar 27-yə baxaq. Deyir 2 düz xəttin kəsişməsinin kəsişən 2 düz xəttin əmələ gətirdiyi bucaqların ikisinin fərqi 46-dır. Biz də deyirik ki, uşaqlar, əgər bunlar qarşılıqlı bucaqlar olsaydı, alfa-alfada məsəl üçün tutaq ki, deyirəm 20-20 olsaydı, 20-dən 20-ni çıxanda 0 olardı. Deməli, bunlar bir-birinə bərabər bucaqlar deyil. Bunlar necə bucaqlardır? Qonşu bucaqlar. Artıq siz gedəcəksiniz, alfa çıx beta 46 dərəcədirsə, alfa üstə gəl beta 180 dərəcədir və bayaq hesabladığımız kimi sistem tənklər sistemi qurmaqla bunu həll edə bilərsiniz. Sonra bunu da deyək. Deməli uşaqlar, AMB bucağı baxın burada. AMB bucağı 3-də 1x üstə gəl 30. Onsuz da burada verilib. PMB bucağı isə burada uşaqlar. Bunlar bir-birinə nədir? Qarşılıqlı bucaq. Deməli, bunlar bir-birinə bərabər olacaq. Yəni 2-də 1x üstə gəl 10 bərabər olacaq 3-də 1x üstə gəl 30-a. Tamam, sonradan bunları həll eləmək də sizin boynunuza düşür. Düşünürəm ki, bunlar aydındır. Şimdi keçə bilərik növbəti qaydaya. Deməli uşaqlar, gəldik hara? Paralel düz xətlər və perpendikulyar düz xətlər. Perpendikulyar düz xətti bayaq 90 dərəcədə dedimi?
Bax, hədər yerdən deyildi. 2 dənə düz xətt, düz bucaq altında kəsişən 2 düz xəttə perpendikulyar düz xəttlər deyilir. Baxın, görürsünüz 2 düz xətt kəsişib bir növ üstə gəldi, deyilmi? Və burada 90 dərəcəni artıq bizə, baxın 90 dərəcə olduğunu burada 90 dərəcə yazmayıb. Çünki buna ehtiyac yoxdur. Siz bu kvadratı görən kimi burada deyirsiniz ki, bax bu düz bucaqdır. Yəni 90 dərəcədir. Və perpendikulyarlı uşaqlar, bax belə işarə olunur. Məsəl üçün mən buradan sizə perpendikulyarlığı belə də işarə edə bilərəm. Bu C olsun, bu da D. C perpendikulyardır D-yə yazacağım. Tamam mı? Və iki perpendikulyar düz xətt arasındakı bucaq 90 dərəcədir. Bunu zaten bu işarədən avtomatik bildik. Belə. İki paralel düz xətt uşaqlar. Paralel düz xətt baxın. Heç vaxt bir-birinə qovuşmurlar. İkisi də öz yolunda bu düz xətt üzərində gedir, bu da bu düz xətt üzərində gedir. Eləcə nə gedirlər? Nə sonları var, nə başlanğıcları. İki paralellik uşaqlar belə işarə olunur. Məsəl üçün mən burada sizə C ilə D-ni, C və D paraleldir deyə dillə deməsəm və yazılış sürətdə yazmasam, sizə C paraleldir, D mütləq yazmalıyam. Yəni bunların paralelliyini bu cür, bax bu iki paralel düz xəttlə ifadə eləməliyəm. Sonra, iki paralel düz xətt arasındakı bucağın qiyməti 0-a bərabərdir. Bunu yadda saxlayın. Çünki bunlar heç cür bir-birindən bucaq yarada bilmirlər uşaqlar, deyilmi? Ona görə. İki düz xətt arasındakı bucaq 0-90 dərəcə arasında dəyişir. Bunu həmişə belə verirlər. Nəyə görə uşaqlar? İndi siz deyəcəksiniz ki, müəllimə 2 dənə düz xətti kəsişdirdim. Burada məsələn iti bucaq alınır, ta ki 70 dərəcə, axı bura 110 dərəcə alınır. Niyə burada 90 dərəcədə sınırlandırıblar, belə deyək? Məhdudlaşdırıblar, belə deyək. Məhdudlaşdırıblar ona görə ki, uşaqlar bizə əksər vaxt bunun iti bucağı lazım olur. Kör bucaq deyilsə, zaten sizə deyəcək ki, iki düz xəttin kəsişməsindən alınan kör bucağı tapın. Bunu zaten sizə deyəcək. Siz əksər vaxt iti bucağı tapın. Məsələn, iki düz xəttin kəsişməsindən alınan bucaq. Bu artıq iti bucaqdan söhbət gedir. Onu göstərir. Sonra uşaqlar, perpendikulyar və mail. Perpendikulyar nədir uşaqlar? Baxın, görürsünüz, düz xəttdir bu. Düz xəttdə hər hansısa bir nöqtədən düz xətt, düppələm düz 90 dərəcə altında düz xətt endirmişəm. Artıq bu olacaq A. Baxın uşaqlar, burada əslində veriblər. A nöqtəsindən A düz xəttinə perpendikulyar düz xətt çəkilib. Bu düz xəttin A düz xətti ilə kəsişməsi B-dədir. Açıqlama veriliblər amma. Bu da belə veriblər. AB parçasına A nöqtəsinin düz xəttinə çəkilmiş perpendikulyar deyilir. Baxın, bu AB çəkilən düz xəttdə, tamam mı? Bu düz xəttin, verilən düz xəttin perpendikulyarı deyilir. Bir növ deyəcəksiniz ki, AB perpendikulyardır A-ya. Tamam mı? Onu da belə verə bilərik. AB perpendikulyardır A düz xəttinə. Sonra. Bunu da qəşəng verib uşaqlar burada. Bax, burada verməsəydim, mən ikinci hissədə və yaxud da ki, haradasa bunu deyərdim sizə. Deyərdim də, yəni ki, ən azından dərsdə demişəm, bunu bilin. Məsafə məsələsi. Məsafə məsələsini uşaqlar həmişə demək olar ki, səhv salırsınız. İstəyirsiniz məsafə olsun, istəyirsiniz perpendikulyar. Məsafə və perpendikulyar eyni anlama gəlib çıxır. Belə deyək uşaqlar, mən sizə həmişə dərsdə deyirəm, siz boyunuzu ölçəndə düppələm düz qalırsınız. Yerə perpendikulyar qalırsınız və sizin boyunuzu ölçürlər ki, nə qədərdir. Bax, oradan götürün ki, hər hansısa bir perpendikulyar sən deməklə məsafəni göstərilmiş bizə. Bu da belə. Deməli, məsafə həmişə neçə dərəcə altında endiriləcək uşaqlar? 90 dərəcə altında. Bunu yadda saxlayın. Sonra uşaqlar, burada proyeksiya məsələsi var. Mail, proyeksiya, perpendikulyarı zaten biz inşallah müstəvi üzərində düz xətlər və s. və axır ikinci hissədə yəni öyrənəcəyik. Amma bunu bilin ki, uşaqlar, proyeksiyanın yaranması üçün sizə mütləq məsafə və yaxud da ki, perpendikulyar və mail lazımdır. Mail və perpendikulyarın arasında qalan, baxın, bu kölgəyə proyeksiya deyəcəyik biz. Mail hər hansısa bir bucaq altında çəkilən düz xəttdə, perpendikulyar isə sırf məsafə olaraq 90 dərəcə altında çəkilən düz xəttdə deyilir. Buradakı qaydaları təbii ki, də özünüz üçün yaza bilərsiniz. Belə ki, A düz xətt üzərində B nöqtəsindən fərqli ixtiyarı C nöqtəsi və s. və axır. Necə istəsəz yəni ki. Bir bunu bilin ki, C nöqtəsi mailin oturacaqdır. O qədər də önəmli bir məlumatdır desəz, yox, o qədər də önəmli bir məlumat deyil. Sonra proyeksiyan dedik. Uşaqlar, burada mail, perpendikulyar və proyeksiya üçü bir yerdə üç bucaq əmələ gətirir. AC kvadrat bərabərdir AB kvadrat əgər BC kvadrat. Bu düz bucaqlı üç bucaq dərsinin Pifagor teoremidir əslində. Pifagor. Burada sadəcə olaraq yazmışdıq ki, yəni mail, proyeksiya və perpendikulyar bu Pifagoru ödəyir. Gəldiyin uşaqlar, A nöqtəsinin düz xətt
Oy. Bunu da uşaqlar qeyd kimi apara bilərsiniz. Sadəcə olaraq qeyd kimi. A nöqtəsindən A düz xəttinə yalnız bir perpendikulyar, sonsuz sayda isə mail çəkmək olar. Belə ki, uşaqlar, baxın. Mən sizə burada başa salım da onu. Baxın. A düz xəttidir bu. Burada da A nöqtəsi var. A nöqtəsi. Bir dənə perpendikulyar endirə bilirəm, başqa endirə bilmirəm. Başqa əlimdən heç nə gəlmir. Amma sonsuz sayda mail endirə bilərəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, hələ o tərəfə də gəlir. Bu düz xət gedir axı o tərəfə. İstədiyim sayda mail endirə bilərəm. Bunu da belə açıqlayaq. Gəldik ki, paralel düz xəttin əmələ gətirdiyi bucaqlara uşaqlar. İki paralel düz xəttin burada veriblərmi? Qəşəng-qəşəng. Çox qəşəng formada veriblər. Həddən artıq dərəcədə. Sadəcə olaraq bunlar bir-birindən ayrı düşüb. Gəlin mən bunları bura qeyd edeyim. Bir şey deyil. Aha. Baxın uşaqlar. Burada zaten sizə daxili bir tərəfli, xarici bir tərəfli çarpazlar və uyğunları göstəriblər. Deməli, daxili bir tərəfli nə deməkdir uşaqlar? Baxın, sizdə 2 dənə düz xət var, düzdür? Baxın, bu düz xətlərin daxilindən, buralardan söhbət gedirsə, bunlar daxili bir tərəfli, daxili çarpaz və s. olacaq. Xaricdə qalanlar isə xarici bir tərəfli və yaxud da ki, xarici çarpaz olacaq. Aydındır mı? İndi məsələn, daxili bir tərəfli bucaqların cəmi deyil, 180-ə bərabərdir. Zaten sizə burada CF-in və DY-nin daxili bir tərəfli olduğunu verir. Baxın uşaqlar, düz xətlərin, iki paralel düz xəttin içində olan nöqtələr, bucaqlar daha doğrusu D bucağı, Y bucağı, bir də C bucağı ilə F bucağı. Bunlar ayrı-ayrılıqda bu tərəfdəki bir tərəflidir. Bunlar isə bu tərəfdəki bir tərəfli bucaqlardır. Tamam mı? Deməli, C ilə F-in cəmi 180 verəcək. Həmçinin D ilə Y-nin cəmi 180 verəcək. Bunlar daxili bir tərəflidir. Həmçinin uşaqlar xarici bir tərəfli bucaqlar var. Xarici bir tərəflidə isə A ilə H-dır. H. Buradan isə B ilə J-dir. G deyək də buna. A ilə H-ın cəmi və B ilə J-nin cəmi də 180 dərəcə verəcək. Ümumiyyətlə uşaqlar bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Başqa da belə deyim ki, sizə bir kör bucaqla bir iti bucağın cəmi həmişə 180 dərəcə olacaq. Bax, sırf burada. Məsələn, siz bunu yox, A ilə F-i belə götürsəz, A ilə F-in arasında heç bir əlaqə, yəni bunları heç cür adlandıra bilmirəm. Nə bir tərəfli deyil, nə çarpaz deyil, heç bir şey deyil. Amma A ilə F-in cəmi 180 dərəcə olacaq. Çünki biri kör bucaqdır, biri isə iti bucaqdır. Belə. Sonra uşaqlar gəlir daxili çarpaz bucaqlar. Daxili çarpaz uşaqlar bir-birinə qarşı-qarşıya duran, amma ki çarpaz olaraq qarşıda. Bax, D ilə F-dir, C ilə də Y-dir. Daxili çarpazlar. D ilə F və C ilə Y. Deməli, daxili çarpaz bucaqların isə uşaqlar bir-birinə bərabər olur. Ümumiyyətlə çarpaz bucaqlar bir-birinə bərabər olur. Bunu yadda saxlayın. C ilə Y, D ilə F daxili çarpazlar və bir-birinə bərabərdir. Həmçinin xarici çarpaz bucaqlar var. Xarici çarpazlar isə A ilə J, B ilə isə H-dır. Bunlar bir-birinə nə olacaq? Bərabər olacaq. Və uşaqlar, uyğun bucaqlar. Uyğun bucaqlar isə, məsələn, buradakı kör bucağı götürmüşəm. Bunun altında bir dənə də kör bucaq var. O da Y bucağıdır. A ilə Y bir-birinə nədir? Uyğun bucaqlar. Sonra, mən buradan D bucağını götürmüşəm. Bunun altındakı ona uyğun iti bucaq da H bucağıdır. D ilə H bir-birinə nədir? Uyğun bucaqlardır. Bir-birinə bərabərdir. Sonra, bir şey deyil. Burada məsəl üçün bu bucağı götürdüm, B bucağı. Bunun altındakı F bucağı da iti bucaqdır. B ilə F daxili, üzr istəyirəm, uyğun bucaqlardır. Daxili uyğun deyə bir şey yoxdur. Sadəcə uyğun bucaqlardır. Və son olaraq C ilə J. C kör bucaqdır. Buna uyğun altındakı kör bucaq J bucağıdır. C ilə J də uyğun bucaqlar adlanır. Bu da belə. Gəlin buna aid bir neçə dənə misal işləyək. Deməli uşaqlar, uyğun tərəflər paralel və perpendikulyar. Deyək ki, alfa bucağı 70 olarsa, alfa 70-dirsə bu iti bucaqdırsa uşaqlar, bu kör bucaqdır, görürsünüz də, yəqin ki, fərqi özünüzdə görürsünüz. Bu 70-dirsə bura avtomatik olacaq 110. Çünki bir iti ilə bir körün cəmi həmişə neçə dərəcədir? 180 dərəcə. Bunu yadda saxlayın. O zaman burada bizə beta bucağına 130 veribsə, alfa bucağı olacaq 180-dən 130 çıxanda eləyəcək 50 dərəcə. Bu da belə. Uşaqlar, burada deyir ki, alfa ilə beta necə bucaqlardır? Daxili bir tərəfli bucaqlardır. Deməli, alfa ilə betanın cəmi 180 dərəcədir.
İndi deyir ki, beta 2 alfaya bərabərdir. Yəni alfa üstə gəl, betanın yerinə 2 alfa yazacağam, 180 dərəcə. O zaman 3 alfa 180 isə alfa olacaq 60 dərəcə. Sizdən də alfanı istəyir və salam. Qurtardı getdi. Bu da həmçinin. Gəldik əsas məsələ bu misal. Uşaqlar, mən sizə bir şey deyim, vurğulamadım, amma bayaqdan da deyirəm onsuz da ki, tən bölən hər hansısa bucağı yarıya bölən, belə deyək, düz xəttdir. İndi uşaqlar, məsəl üçün, mən bu bucağa tutaq ki, 50 dərəcəli, 60 dərəcəli bucaq demişəm. Artıq bunun tən böləni düz onu yarıdan böləcək. Bura 30 və 30 olaraq yazmalı olacaq. Belə 30-30 düşür. 50 olsaydı 25-25 düşərdi. Tamam mı uşaqlar? Bu da belədir. Yəni, tən bölən bucağı yarıya bölür. İndi baxaq bu 5-ci suala. Yaxınlaşdım, elə üstündə baxaq. Baxaq. Baxın uşaqlar. Burada deyir ki, götürək. Deməli, bizdə deyir ki, AD deyir, BAC-nin tən böləndir. Baxın, AD, baxın bu. BAC-nin. Bax, bunun tən böləndir. Tən bölən isə bu bucağı yarıya bölməlidir. Bax, belə işarə edirik. İndi bizə də deyir ki, CD bir də bura 65 dərəcədir. Bizdən ACD hara? ACD. Baxın, bu bucağı istəyir bizdən. Bu bucaq. Taparıq, problem deyil. Deməli, uşaqlar, bura 65-dirsə, bunun çarpazı bura düşür. Bax, bura. Bir-birinə çarpı. Baxın, 2 paralel düz xətt və onlardan keçən 3-cü düz xəttdir. Düz deyilmi? 65 buradırsa, burada nə olmalıdır? 65 olmalıdır. Çünki çarpaz bucaqlardır. Bura 65 yazıramsa uşaqlar. Bu da tən böləni də axı. Tən bölən bunu 65-ə ayırıbsa, buranı da 65 ayırmalıdır məcbur. Tamam mı uşaqlar? İndi bunun iki cür həlli olacaq. Birincisi nədir? Qoyun elə mən burada çəkim. Buranı 65 yazdım uşaqlar. Burada 65'dir. Birinci həll nədir uşaqlar? Sırf həndəsənin əsas anlayışı ilə. 65 burada neçə dərəcədə bucaq əmələ gətirdi? 130. 130 buradırsa, belə deyək, 130 buradırsa, daxili bir tərəfli bucaqlardır. Bununla bu daxili bir tərəfli bucaqlardır. 130 isə bura eləyəcək 50. İkinci qayda nədir uşaqlar? Yəqin ki, başa düşdünüzsə baxın. Baxın uşaqlar, belə izah edeyim. 65. Buranı bir yerdə neçə eləyir? 130. Bura 130-dursa, burada onun bir tərəfli, daxili bir tərəfli bucaqlardır axı. 130 bura verilibsə, 180-dən 130 çıxıb 50-ni tapırıq. Başqa bir üsulla isə uşaqlar, burada 65 verildi, hər şeyi tapdıq. Burada 3 bucaq yaranır, görürsünüz yəqin ki. 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 65 plus 65 eləyəcək 130, yenə 180-dən 130 çıxırsınız, eləyir 50. Yəni, bu bucağı yenə də 50 tapırsınız. Aydındır mı? İstədiyiniz üsulla. İstədiyiniz üsulla uşaqlar. Heç kim sizə deyə bilməz ki, bunu qoy, bunu elə. Çünki ikisi də eynidir. Amma nəzərə alsaq ki, biz həndəsənin əsas anlayışında güya ki, hələ 3 bucağı bilmirik. Hə, bax onda bu üsuldan istifadə etməyiniz sizin xeyrinizədir. Sonra uşaqlar xüsusi şəkillər var. Yəni, xüsusi şəkillərdən danışaq elə qaydada. Deməli, uşaqlar, uyğun tərəflər paralel perpendikulyarda verək sonradan. Uşaqlar, uyğun tərəflər paralel perpendikulyarda, baxın, ya bir-birinə bərabər olmalıdır, ya da cəmi 180 dərəcə olmalıdır. Bir mənalı. Əgər bucaqlar eyni adlıdırsa, onlar həmişə bir-birinə bərabər olur. Eyni adlı nə deməkdir uşaqlar? Baxın, iti bucaqla iti bucaq. Görürsünüz. Eyni dedim. Buna da iti dedim, buna da iti dedim. Eyni adlıdırsa, bir-birinə nədir uşaqlar? Bərabər. Əgər kör bucaq olsa, yenə də bunlar bir-birinə olacaq bərabər. Çünki ikisinə də kör dedim. Yəni, ikisi də eyni adlıdır. Digər yandan, uşaqlar, müxtəlif adlı olarsa, cəmi 180 dərəcə olacaq. Baxın, burada da yazılıb 180 dərəcə. Baxın, buna indi nə deyirəm? Bu iti bucaqdır. Bu isə kör bucaqdır. Birinə iti dedim, birinə kör dedim. Bu iti, bu isə kördür. İkisinin də adı fərqlidir. Fərqli olanda cəmi 180 dərəcə olacaq. Bir dənə şəkil var, istədiyim şəkil, onu tapa bilmədim. Uşaqlar, uyğun tərəfləri paraleldə bir dənə də şəkil var ki, buna siz çox rast gələcəksiniz. İkisi belədir. İkisi də, baxın, alfa və beta yazmışam bura. İkisi də necə bucaqdır? İti bucaqdır. Eyni adlıdır, eyni adlı. O zaman alfa betaya nə olacaq? Bərabər. Mən tutaq ki, alfaya 40 versəm, betada nə olacaq? 40. Avtomatik düşünməyə ehtiyac yoxdur. Çünki nədir? Eyni adlıdır. Və burada bilməli olduğunuz bir şeydir. Daha doğrusu bilməyinizi istədiyim bir şey də var. Alfa ilə beta 40-dırsa, baxın, bu balaca bucaq var ya burada. Burada 40 dərəcə olacaq. Desəz, niyə? Belə ki, uşaqlar, mən bunu buradan uzatsam, buradan da bunu uzatsam. Görürsünüz, uşaqlar, iki paralel düz xətt, iki paralel düz xətt, görürsünüz, uyğun tərəflər bir-birinə paraleldir.
və onlardan keçən 3-cü düz xətt alınır. Bu 40 dərəcə ilə bu 40 dərəcə bir-birinə uyğun düşür. Və yaxud da ki, mən buradan da uzada bilərəm, bunu da uzada bilərəm. Bu 40-la bu 40 bir-birinə nə düşür? Uyğun bucaqlar düşür. Ona görə də o balaca yerində 40 dərəcə olduğunu bilməyinizi istəyərdim. Yəni bir də hesablamayasınız da, başa düşdünüz necə? Elə birbaşa buranda alfa beta ilə 1 götürün. Və uşaqlar, uyğun tərəfləri paralel nə deməkdir? Baxın bu şəkil üzərində. Bax, bu bucağın bu tərəfi, bu bucağın bu tərəfi bir-birinə nədir? Paralel. Deməli, uyğun tərəflər paraleldir. Həmçinin bu bucağın bu tərəfi, bu bucağın bu tərəfinə paraleldir. Deməli, bunların uyğun tərəfləri nədir? Paraleldir. Şərtdə, bəzi misallarda, xüsusilə də bunu güvəndə görə bilərsiniz. Sizə deyəcək ki, uşaqlar, uyğun olmayan tərəflər arasında qalan bucaq. Uyğun olmayan tərəflər arasında qalan bucaq. Ya Rəbbim, deyir ki, belə deyək də şərti. İki paralel düz xəttin uyğun olmayan tərəflər arasındakı bucaq. Mən deyir ki, iki paralel düz xətt. Düzdür uşaqlar. İki paralel düz xətti mən belə təsəvvür edirəm. Amma bunun iki tərəfi də bir-birinə nədir? Uyğundur. Bayaqları göstərdik. Həmçinin bunu belə də təsəvvür edə bilərəm. Amma bunlar arasındakı, daha doğrusu bunların tərəfləri də bir-birinə nədir uşaqlar? Uyğundur və paraleldir. Uyğun tərəfləri paraleldir. İndi deyir ki, bizə iki uyğun tərəfləri paralel olan düz xətlərdən tərəfləri uyğun olmayanlar arasındakı bucaq 40 dərəcədir məsələn. Belə bir sual. O sualı mən tapsam çox möhtəşəm olacaq. Bircə dəqiqə uşaqlar o sualı tapıb sizə göstərəcəm. Təəssüf ki, uşaqlar telefonda da mən şərti sadəcə sizə oxuya biləcəm. Çox təəssüf. Deməli, şərt belədir. Deyir ki, uyğun tərəfləri paralel olan bucaqların cəmi 80 dərəcədir. Deməli, cəmi 180 dərəcə deyilsə, deməli bunların ikisi də bir-birinə bərabər olan bucaqdır. Yəni eyni adlı bucaqdır. Deməli, eyni adlı bucaqlar üçün mən bunların iti bucaqlarını belə çəkə bilərəm də, düz deyilmi? Burada 40, burada 40 verə bilərəm. Amma şərtin davamına bax. Deməli, şərt belədir. Uyğun tərəfləri paralel olan bucaqların cəmi 80 olarsa, paralel olmayan tərəflərin kəsişməsindən alınan kör bucaq. Deməli, mən elə bir şəkil çəkməliyəm ki, bunların uyğun tərəfləri paralel olsun, amma iki tərəfi də bir-birinə uyğun olmasın. Yəni, paralel olmasın, daha doğrusu belə deyək. Həmin o şəkil də, bax, sırf bu şəkildir. Baxın, bunların uyğun, bax, belə verək də bundan. Bu tərəflə, bu tərəf, uyğun tərəflər paraleldir. Okey. Bu tərəflə, bu tərəf, uyğun tərəflər paraleldir. Amma uşaqlar, bu tərəflə, bu tərəf bir-birinə paralel deyil. Tamam mı? Uyğun tərəfləri paraleldir ha bunların. Amma iki dənə tərəf var ki, bunlar bir-birinə paralel deyil. Deməli, bizdən bu şəkli istəyirmiş. Deməli, deyir, bu bucaqların cəmi 80-dir. Deməli, bu bucaqlardan biri 40, digər də nədir? 40-dır. O zaman biz avtomatik burada nə yazırıq? 40. Amma bizə deyir ki, paralel olmayan tərəflərin kəsişməsindən alınan kör bucaq. Deməli, 40 dərəcəli bucaq kör bucaq deyil. Bunun qorusunu tapacaqsınız 140, yaza bilmədim, 140 dərəcə. Və salam, qutardı getdi. Bu da belə. İndi uşaqlar, perpendikulyardan danışaq. Uyğun tərəflər perpendikulyar bucaqlarda yenə ya bir-birinə bərabər, ya da cəmi 180 dərəcədir. Belə ki, uşaqlar eyni adlı olanda yenə bir-birinə bərabərdir. Baxın, məsələn, burada ikisi də eti bucaqdır. Görürsünüz, ikisi də eti bucaqdır. Bir-birinə bərabər olacaq alfa ilə beta. Baxın, uşaqlar, uyğun tərəfləri perpendikulyar nədir? Bunun bu tərəfi ilə, bunun bu tərəfi bir-birinə perpendikulyardır. Bunun bu tərəfi ilə, bunun bu tərəfi bir-birinə perpendikulyardır. Məsələn, həmçinin uyğun tərəfləri perpendikulyar olanlarda müxtəlif adlı ola bilərlər və cəmi 180 dərəcə olacaq. Tamam mı? Sonra uşaqlar, burada bəzi düsturlar var ki, bunları siz özünüz baxıb öyrənməlisiniz. Alfa ilə A ilə B paraleldir bir-birinə, bu şərti veriblər. Əgər A ilə B bir-birinə paralel olarsa, X, yəni bu bucaq, alfa ilə betanın cəminə bərabər olacaq. Bunun biraz böyük variantı da var, geniş variantı belə deyək. Yenə də burada A ilə B bir-birinə paralel olmalıdır. X ilə Y-in cəmi, belə deyək də, sağ tərəfə baxanların cəmi, sol tərəfə baxanların cəminə bərabər olmalıdır. X ilə Y-in cəmi, alfa, beta və gammanın cəminə bərabərdir. Bu şəkildə uşaqlar ortada olan, qıraqda olanların cəminə bərabərdir. Baxın, xüsusilə də burada yenidən A ilə B bir-birinə paraleldirsə. Səsimə görə üzr istəyirəm uşaqlar. Sonra 4-cü də yenə şəkildir, xüsusi şəkildir. Siz bunu yadda saxlamalısınız ki, daxildəki 3 dənə bucağın cəmi 360 dərəcə olmalıdır. Bu şəkil sizə biraz əyri-müyründə verilə bilər uşaqlar. İndi nümunə də göstərim ki, sizə hansı şəkildən bəhs edirəm mən. Belə ki. Məsələn, bu şəkil.
Baxın, hal-hazırda sizə deyir ki, AB ilə YF bir-birinə paraleldir, düzdürmü? Baxın, AB ilə YF bir-birinə paraleldir. Burada da bununla bu bir-birinə paraleldir, deyilmi? Yox, bu yox. Sorry, bu yox, bu. Bununla bu bir-birinə nə idi? Paraleldir uşaqlar. O bir şəkillə də əlaqəsi var ya bunun, amma ki, hər nəysə. Bundan indi izah eləmək istəyirəm sadəcə. İndi uşaqlar, baxın ki, mən bununla bu paraleldirsə, burada 3 dənə bucaq yaranır. 160, bir bu, bir də ki, bu. Baxın, 3 dənə bucaq, 2 dənə paralelin içində. Siz bunları görməzdən gəlin, sanki bunlar yoxmuş kimi. Baxın, bu. 1 bucaq, 2 bucaq və 3 bucaq. 2 paralel düz xəttin içində 3 dənə bucaq var. Deməli, 40-ın qonşusu 140, deməli, 160, 140 və x bucaq verək. X-in cəmi 360 dərəcə olmalıdır. 160 ilə 140 toplayanda 300, 360-dan çıxanda bura qalır 60 dərəcə. Yəni, misala belə baxanda qeyri-adi misal kimi görünür. Amma çox da sadə misallardan biridir. Sonra, buradakı şəkil uşaqlar, biz buna təbii ki də dərsimizdə sevənləri qovuşturma düsturu deyirik. Burada da sizə elə başa salacağım ki, uşaqlar, bir ara bu A ilə B bir yerdə olub. İndi siz bunları yenidən birləşdirmək üçün alfa ilə betanı toplamalı, ortadan isə x-i çıxmalısınız. Tamam mı? Baxın, məsələn, burada düsturu belə verib x-i tapıb. Amma mən sizə deyirəm ki, alfa ilə betanı birləşdirin, x-i çıxın, neçə dərəcə alınsın? 180. Çünki bu A ilə B bir müddətdən sonra gəlib, necə olacaq? Düz xəttdə olacaq. Yəni, düz xəttdə sizə neçə dərəcə verəcək? 180 dərəcə verəcək. Ona görə biz buna sevənləri qovuşturma deyirik. Çox xahiş edirəm, sevənləri qovuşturun. Yaddan çıxmasın, istənilən halda. 9-cu siniflərin deməli, imtahanına biraz belə düşmüşdü uşaqlar. Baxın belə. Çox təəssüflər olsun ki, uşaqlarda səhv salanlar olurdu. Bunu da belə salmışdılar, bunu da belə uzatmışdılar. Heç bir fərq yoxdur uşaqlar, heç bir fərq yoxdur. Sadəcə olaraq xətləri biraz uzadıblar. Yenə də ortadakının, belə deyək, qıraqdakiləri toplayıb ortadakini çıxsaz 180 dərəcəni almalısınız. Bu da belə. Bunu da uşaqlar, bunun hansı versiyasını görə bilərsiniz? Bunu belə görürük, x tapmaq üçün alfadan betanı, yəni çöldəkindən içdəkini çıxmalıyıq. Amma bunun belə bir versiyasını da görə bilərsiniz uşaqlar. Bunun tərs versiyası da belə deyək, tərs şəkli. Bura beta, bura alfa, burada x olsa, x tapmaq üçün bu x-dir. X tapmaq üçün alfadan betanı çıxacaqsınız. Bu da belə. Sonra bumerang uşaqlar, bumerangda x, yəni çöldəki bucaq, daxildəkilərin cəminə bərabərdir. Bu da sadə şəkildir. Bundansa çox nadir hallarda istifadə edirik, amma yenə də yadda saxlamağımız pis olmazdı. Ortadakı uşaqlar qıraqdakilərin cəminin yarısına, yəni ədəd ortasına bərabərdir. Sonra uşaqlar, saat və dəqiqə əqrəbləri arasındakı bucaqdır. Bundan hal-hazırda o qədər də çox istifadə olunmur, amma və lakin güvəndə görə bilərsiniz. 11 dəqiqə çıx 60 saniyə bölünsün 2. Bunu gəlin bir dənə misal tapın, ona uyğun. Aha uşaqlar, belə bir güvəndə sual tapdım mən. Deyir ki, saat 10:00-da 10:00-da dəqiqə və saat əqrəbləri arasındakı bucaq neçə dərəcə olur? Baxın, buradakı D dəqiqədir, S isə saat. Deməli, mənim dəqiqələrim 0-ı göstərir, saatim isə neçəni göstərir uşaqlar? 10-u göstərir. Deməli, mən yazıram 11 vur 0 çıx 60 vur 10 böl 2. Buradan da tapsaq uşaqlar, deməli, bunlar 0-a gedir, altına 10-a vuranda mənfi 600 eləyir, amma modulda daha diqqətli olun. 600-ü də böləndə 2-yə, o da eləyəcək neçə dərəcə? 300 dərəcə. A. Müəllimə, iki bucaq arasındakı, daha doğrusu saat və dəqiqə əqrəbləri arasındakı bucaq 300 dərəcə olması mümkündürmü? Uşaqlar, sizdən əksər vaxt kör bucağı istəməyəcəklər. Saat 10-u təxmini belə çəkim sizin üçün. Burada 10 olsun, burada əqrəb olsun. Bir belə, bir də belə. Doğrudurmu? Baxın belə. 12-ni göstərsin burada. Tamam. Saat 10 tamamı belə göstərək təxmini uşaqlar. Buradan fikir versəz. Baxın, buradan bura qədər də bir bucaq alınır da, düz deyilmi? Buna biz major bucaq deyək də, böyük bucaq. Həmin bu bucaq bizə lazım deyil. Bizə lazımdır bunlar arasında qalan bucaq. Deməli, mən 300 dərəcəni tapdımsa, bu 300 dərəcə buraymış. Tamam mı? Mən indi balaca hissəni tapmaq üçün 360-dan 300-ünü eləyəcəm, çıxacam. O da eləyəcək 60 dərəcə. Sən demə, bunlar arasında qalan bucaq 60 dərəcəymiş. Deyiləcək başqa bir şey. Olmadı. Burada uşaqlar qeydləri var. Saat əqrəbi 1 saatda 30 dərəcə dönür. Mən sizə deyərdim ki, bunu özünüz yazın uşaqlar. Bir saat düşünün. Saat əqrəbi 12 saata qədər işləyir də. 3, 6, 9, 12. Bir saat əqrəbi 12 saata qədər işləyir. Düzdür mü? 12 saat tamamlananda bu 360 dərəcə dönmüş olur. Bəs 1 saata nə qədər düşür? 360-ı
12-yə böləcəksiniz, eləyəcək 30 dərəcə. Baxın 1 saata 30 dərəcə düşür. Bu bir qeyd deyil. Bunu hər hansısa bir tənasüblə qurub özünüz də yaza bilərsiniz. İndi dəqiqə əqrəbi istəyir bizdən. Dəqiqə əqrəbi isə dəqiqə əqrəbi də 360 dərəcə dönür uşaqlar, ona söz yox. Amma 1 dəqiqədə bunu tamamlayır. 1 dəqiqə. Daha doğrusu saatı birinci yazaq, sonra saniyəyə keçərik. Dəqiqə əqrəbi 1 dəqiqə uşaqlar. 1 saat 60 dəqiqədir. 60 dəqiqəyə bu 360 dərəcə dönür. Tamam mı? 1 dəqiqəyə nə qədər dönəcək? X qədər. X də tapmaq üçün 366-ya böləcəksiniz. Bu da eləyəcək 6 dərəcə. Və həmçinin 1 saniyə əqrəbi ilə də baxsaq, 1 dəqiqə 60 saniyədir. 1 saniyəyə də nə qədər düşəcək? Yenə 6 dərəcə. Və sonra. Digərləri o qədər də önəmli bir şeylər deyil. Sonra burada uşaqlar aksiyonlar var. Aksiyonlar teorem deyil uşaqlar. Əsası olmayan. Əsas deməyək də buna. Nə deyək? İsbatı olmayan aksiyonlardır. Sadəcə olaraq bunlar, yəni belə deyək, bunları yazsaz özünüz də görəcəksiniz ki, həqiqətən də belə bir şey var. Məsələn, hər hansısa bir düzxət üzərində olmayan nöqtələr olan və ona aid olmayan nöqtələr var. Hər hansısa bir düzxətdir uşaqlar. Ona aid olan nöqtə var, yəni üstündəki nöqtələr var, bir də ona aid olmayan nöqtələr var qıraqda bucaqda. İstənilən şey. Məsəl üçün, nə bilim, 2 düzxət üçüncüyə paraleldirsə, onlar paraleldir. Məsəl üçün, 2 düzxət çəkmişəm. 3 dənə düzxət daha doğrusu. 1, 2, 3. 2 dənə düzxət, bax görürsünüz, bu da buna paraleldir. Bunlar paraleldir. Həmçinin bundan, bu da bir-birinə paraleldir. Bunlar üçü də avtomatik bir-birinə nə olur? Paralel olur. Yəni aksiyonları sadəcə olaraq oxumağınız kifayət edəcək. Hər kəsə uğurlar uşaqlar. Ümid edirəm ki, kifayət qədər açıq-aydın şəkildə başa saldım və siz də ümid edirəm ki, çox möhtəşəm şəkildə öyrənəcəksiniz. Hər kəsə uğurlar.